Allah'ın salamı olsun hamımıza. Qaraçuxurdan yəqin buraları tanıdınız. Bu Natarusun yanıdır. Mərkəzi yoldur. Natarusun yanıdır. Bu binalardan havası da qalardır. Etibar Lentika. Buradan inşallah size 5 otaq, 4 otağa düzəlmə səliqəli, orta təmirli mənzil göstərəcəm. İzləmədə qalın. Meçidə yaxındır. O meçid hardasa 300 metr arxa tərəfdədir. Məhləsini də görsədim, yəni məhləsinə də baxın. Neftçilərə, yəni köhnə neftiyan kimi binaları deyirlər. Bunlarda layihə geniş olur. Geniş layihədir yəni. Bu eksperimental Kiyevlər kimi yığcam deyil. Genişdir, otaqlar genişdir. Göstərəcəm, baxarsınız inşallah. Təkrar Allahın salamı olsun. Yerləşmə yerini göstərdi. İndi inşallah evin içini təqdim eləyəcəm. Baxın, otaqları zaten hamısı qəşəng geniş. İşıqlı otaqları var. Zal hissəsidir. Qaraçuxurda tam mərkəzdədir. Yəni Natarusun yanındadır. 4 otaqdır. Neftçilərə neftiyanika tikilən binalardan. Neftiyanika tikilən binalar yəni geniş olur. Bu detiska otağıdır. Buradan balkona da çıxış var. Balkonu da göstərəcəm indi. Koridorun genişliyini görürsünüz də yəqin ki. Fikir verirsiniz də geniş koridor var. Bax, yataq otağıdır. Maşallah görürsünüz bu necə yekə. Buradan da balkona. Leningrad'a oxşar proyektdir. Leningrad'ın biraz daha genişidir. İstilik hökumətindir. Hökumətin istiliyidir. Otaqları bir göstərəcəm. Yəni mərkəz istilik. Yəni tam hazır evdir. Gir yaşa. İncilvarı istəyən olsa aboy zad dəyişər. Yəni evin təmiri qaydasındadır gördüyünüzdə. Qiymət də inşallah şərhlərdə qeyd eləyəcəm. Allah xeyir versin.